Hörmətli Gədəbəylilər, Gədəbəy rayon 104 saylı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd mən Faiq Sarıoğlu Qarayev ikinci dəfədir ki, sizin qarşınızda hesabat verirəm. Əlbəttə, birinci çıxışımda mən özüm barəsində sizə kifayət qədər məlumat vermişəm və siz mənim barəmdə tam təlimatlanmışsınız. İndi çıxışımın ikinci hissəsini davam etdirirəm və özümün siyasi platformam və deputat olmaqda məqsədim barədə sizə qısaca olaraq məlumat verir. Mənim siyasi platformam Ulu Öndər Heydər Əlizoğlu Əliyevin ideyası əsasında formalaşmış idarəçilik sistemində cəmiyyətimizə, əxlaqa, əxlaqın ölçü vahidi olan ədalətə, ədalətin ölçü vahidi olan hüquqa, hüququn ölçü vahidi olan qanuna və onların əsasında formalaşmış, yəni həmin prinsiplər əsasında formalaşmış dövlətə xidmət etməkdir. Bu mənim qısaca olaraq, mənim qısa siyasi platformam. Bilirsinizmi, mən əxlaqı platformamda əsas götürmüşəm. Sual olur, niyə? Ona görə ki, əxlaq olmayan yerdə hüquq kör balta kimi istifadə olunur və tətbiq olunur. Hər şeyin əsasında əxlaq dayanır. Əxlaq olmasa, ədalət yoxdur. Ədalət olmasa, hüquq yoxdur. Hüquq yoxdursa, qanun yoxdur. Qanun yoxdursa, dövlət yoxdur. Ona görə də mən bütün bu prinsiplər əsasında formalaşmış və yaradılmış dövlətimizə xidmət etməyə özümün müqəddəs borcum hesab etmək. Mənim əsas məqsədim nədir? Deputat olmaqda mənim əsas məqsədim hörmətli Gədəbəylilər. Təkcə sizlərin sosial, iqtisadi, sosial, siyasi, sosial, mənəvi, sosial hüququ problemlərimizin həlli ilə məşğul olmaq yox. Eyni zamanda möhtərəm İlham Heydaroğlu Əliyevin siyasətinə, ölkənin suverenliyi üçün, ölkənin daxili və xarici siyasəti, xarici münasibətlərdə mövcud siyasətinə xidmət etməkdir. Mənim məqsədim xarici ölkələrlə əlaqədar beynəlxalq münasibətlərin, beynəlxalq hüququn tənzimlənməsinə və onun fəaliyyətində mövcud siyasi rejimin üzvlərinə yaxından kömək etmək və dövlətçiliyimizi qorumaq, saxlamaq, inkişaf etməkdə özümün üzərimə düşən vəzifəmi icrasını yerinə yetirmək və təmin etməkdən ibarətdir. Mənim deputat olmaqda məqsədim Ulu Öndər Heydər Əlizoğlu Əliyevin Azərbaycan xalqına verdiyi, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin inkişafı naminə verdiyi nəzəriyyələrə, konsepsiyalara, ideyalara hörmətlə yanaşmaq, onu inkişaf etdirmək və gələcək nəsilə ötürməkdən ibarətdir. Mənim budur məqsədim. Sizlərə xidmət etmək və nə edəcəksə gələcək nəslimizin, gələcək nəslin xoşbəxtliyi naminə etməkdir. Diqqətinizə görə sağ olun, minnətdarlığımı bildirirəm.
Hörmətlə deputatlarınıza namizəd Qarayev Faiz Sarıbov.